Mənə müsəlmanlar, ən birinci təqvalı olmağıza çağıram. Və yaşadığımız günlərdə biz görürük ki, şahid oluruq ki, İslama qarşı ümumən demək olar ki, müharibə var. Bu müharibə ən təsirli müharibələrdən və ən zərərli müharibələrdən biridir. O da fikir müharibəsi. Çünki fikir müharibəsi silah müharibəsindən daha zərərlidir. Çünki silah müharibəsi olsa, qutarsa da sonra özlərinə gələ bilər insanlar. Amma fikir müharibəsindən özlərinə gələ bilmirlər. Görürsən, onun təsiri daha çox təsiridir. Və cavab acı-acıqlı olur. Cəmiyyət üçün. Ona görə İslama qarşı görürsünüz, mübarizə var. İslamı düzgün təbliğ eləmirlər. Hətta müsəlmanların özləri, bəzi müsəlmanlar düzgün təbliğ eləmirlər, o ki, qaldı kafirlər. Kafirlər isə İslamı başqa cür təbliğ edirlər. Güya ki, İslam öldürən dindir. Və müsəlman cəmiyyətlərində elə fikri gətirib çıxardılar ki, cahilləri, savadsızları, güya ki, İslam qaranlıq həyatdır, güya ki, İslamda xeyri yoxdur, güya ki, İslam inkişafın qabağını alır və savadsızlığıdır və s. natəmizliyidir və s. və s. Və görürsən, bəzi müsəlman cinlində olanlar, görürsən, hətta belə fikirlər də özləri də deyirlər hətta. Lakin, əlhamdülillah, İslam ən səhih dindir. Ən səhih. Allah subhanətlə buyurur ki, İnnəd dinə indəllahil İslam. Maidə surəsi 3-cü ayə. Yəni, Allah buyurur ki, bu ayədə mənim yanımda həqiqi din, səhih din İslam dinidir. İnnəd dinə indəllahil İslam. Ona görə kafirlər bunu bilirlər. Kafirlər bilirlər ki, onların dini təhrif olunur. Bəziləri utandığından inkar etmirlər. Don geyindirirlər və İslam'a başlayırlar ləkə vurmağa. Həmçinin biz bilirik ki, əlhamdülillah, bu dünyada o ahirətdə nəzət tapmaq ancaq İslamla olacaq. Çünki Allah subhanətlə buyurur ki, kim başqa dinə tutunub, məni çağırsa, məni dua eləsə, mən ondan heç də qəbul etmirəm. Və qiyamət günü o xəsara çəkənlərdəndir. Amma əlhamdülillah, Allah subhanətlə bu ayədə göstərir ki, nəcət ancaq İslamlandır. Allah subhanətlə buyurur ki, Mənə amilə salihən min zəkərin əv unsə və huvə mümin. Kim salih bir əməl görsə, Allah subhanətlə buyurur. Fərq yoxdur, kişi və ya qadın. Yoxdur üstünlük. Sadəcə bəzi məsələlərdə kişi üstündür qadından. Ailədə və s. bəzi məsələlərdə, rəhbərlikdə və s. Amma belə savabda, cəzada heç bir fərq yoxdur. Allah subhanətlə buyurur ki, kim yaxşı əməl görsə, fərq yoxdur kişilərdən qadınından. O mömindir və Allah subhanətlə buyurur, o yaxşı əmələ görə فَلَنُحْيِيَنَّهُ حَيَاتًا طَيِّبًا Onun ki, gözəl həyat edərik. وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ Allah subhanətlə elə onları mükafatlandırar və o etdiklərindən də artıq, etdiklərindən də gözəl. Və həmçinin bu göstərir İslam nə səbəbə gətirib çıxardır, İslamı əməl eləmək, gözəl həyata. Həmçinin İslamın gözəlliyindən İslam zülmətlərdən nura çıxardır. Allah subhanətələ buyurur ki, yuxricuhum minəl zulümati ilən nur. Zülmətlərdən. Fikir versən bu ayədə Allah subhanətələ buyurur, zülmətləri cəm formalı gətirir, zülmətlər. Amma demədi nurlara. Dedi, nura. Bir şəkildə göstərdi. Yəni, haqq bir dənədir. Lakin batil və küfür çoxdur. Ona görə fikir etsə ayə, Allah subhanətə buyurur ki, zülmətlərdən, cəm formada. Amma nuru demir, nurlara, deyir, nura. Haqq bir dənədir. O da İslamdır. Ona görə Allah subhanətə zülmətlərdən, burada zülmət çox mənalardadır. Əqidə zülmətindən, yəni bütpərəstlikdən, qəbirləri sitayişdən, əskiləri sitayişdən, Allahdan qeyrisinə sitayişdən, insanları sitayişdən və s. Və həmçinin bu da İslamın gözəllərindən biridir. Və həmçinin, məsələn, müsəlmanlar İslamın gözəlliklərindən, hansı ki, bəziləri bundan qafildirlər, xüsusən avamlar, hansı ki, xəbərləri yoxdur, İslamla ancaq nəcət tapmaq olar. Bu dünyada və axirətdə, xüsusən də otdan, cəhənnəminə.
Və biz bilirik ki, cəhənnəm var, cənnət də var və hətta kafirlərin dinləri də bunu təsdiq edir. Cənnətin, cəhənnəmin olması. Ona görə bu cür şeylər ancaq kommunistlər inkar edir. Kommunistlər, bir də qafillər özləri bilirlər, nədirlər. Amma belə hətta kafirlər ispat edir. Cəhənnəm var. Sənə lazım olan dinlər. Və biz bilirik ki, ortadan qutarmaq ancaq Peyğəmbər sallallahu aleyhi ve sellem Allah subhanahu aleyhi və Peyğəmbər sallallahu aleyhi ve sellem tabi olmaq nə olar? Başqa onları o cəhənnəmdən tutarmaq olmur. Həmçinin dinimiz elə dindir ki, az əməllə sənə çox mükafat verir. Adı məsələn görmürsən Ramazanı, 30 gün oruc və sonra deyir 6 gün Şəvval da tutsun, elə bir il oruç tutmuş kimidir. Fikir versən, 36 gün gör neçə günə əvəz edilirdi. 366 günü. Az əməl, lakin mükafatı çoxdur. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bir kişiyə deyir ki, o gəlir bir dəmirlə, kişi Peyğəmbər sallallahu aleyhi ve sellem yanına deyir ki, ya Resulallah, döyüşüm yoxsa təslim olun. Hansına üstünlüyü verirsən? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, təslim ol, sonra döyüş. Təslim ol, sonra döyüş, sonra kişi təslim olur, yəni müsəlman olur. Çünki İslamın mənası budur, təslim olmaq. Allah və Rasuluna. Allah və Rasuluna tam təslim olmaq. Bir də təslim olmaq Allah və Rasulundan qeyrilərinə o həddə ki, onların əmirləri Allah və Rasulunun tabiliyinə müxalif deyil. O kişi təslim olur və döyüşür, sonra döyüşlərin birində ölür. Və Peyğəmbər sallallahu aleyhi ve sellem onun üçün deyir ki, az əməl gördük, ola ki, çox mükafatlandı. Az əməllə çox mükafatlandı. Yəni, təzə qəbul edilmişdir İslamı. Bu da İslamın gözəlliklərindəndir. Və həmçinin, məsələn, müsəlmanlar İslamın gözəlliklərindən həmçinin İslam bərəkətdir. Yəni, İslamı əməl etməklə insan bərəkətin ayrılır, xeyrə. Çünki adi namaz fikir verirsən, Allah subhanətlə buyurur ki, həqiqətən namaz fahiş və pişlərdən çəkindirər. Həqiqi namaz insan çəkindirir haramlardan. Orucluq çəkindirir, zəkat çəkindirir, həc çəkindirir, sədəqə çəkindirir, cihad çəkindirir və s. Dəvət çəkindirir. Yəni, İslam gözəl nəticələr verir. Həm insan üçün, özü üçün, fərdi şəkildə, həm cəmiyyət üçün. Həmçinin təslim olmaq, qardaşlar, təslim olanda, tam təslim olanda imanın ləzzətini hissilirsən. Çünki İslamsız, təslim olmamaqsız imanı hiss eləməzsən, ləzzət almazsan. İnsan qədrinə görə, təslimliyin qədrinə görə imanın ləzzətini alır. Adam var, görür ki, hissilir ki, imanı zəifləyib. Çünki təslimçiliyi zəifləyib ona görə. Əgər sən imanı artsın, təslimliyi çoxaldır. Yəni, əmirləri əməl et, nəhlərdən çəkin. Nə qədər çox əməlləşən fərq yoxdur, nafilə və ya fərz. O da təslimçinin çox olacaq və onda imanı hissiliyəcəksən. Ona görə Peyğəmbər sallallahu aleyhi ve radiyallahu anh'ın rivayətində deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, üç nəfər imanı hissiləyə bilər ləzzətin. 3 qism insan. Onlardan biri, kim Allah və Rasulun ən çox istəsə başqalarından, Allah və Rasulun daha çox istəsə, sevsə. Sonra ikinci, bir mömin qardaşın Allah xətrinə istəsə, başqa işləyə görə yox, vəzifəyə görə yox, puluna görə yox və s. Və həmçinin, o da hissilər, üçüncü isə o hissilər, o adam ki, müsəlman olandan sonra küfürdən qorxar ki, küfrə qayıtsın təzdən. Qorxar. Necə ki, küfürdən qorxar, elə bir ki, onu oda salırlar. O cür özünü qoruyar. O bari hissiyər ləzzəti. Bu üç qismin insan, müsəlman hiss eləyə bilər imanın ləzzətini. Seversən, yəni iman hələ belə deyil, deməklə deyil. Yəni, insan çalışır onun üzərində. Nə qədər çox çalışsan, o qədər çox ləzzət alacaqsan. Həmçinin qardaşlar, İslamın gözəlliklərindən dinimiz, elhamdülillah, kamil dindir.
Hər bir dinə baxsan, hər bir qanuna baxsan, görsən naqisliyi var, boşluğu var. Dinimizdə yoxdur. Kim axtarsa tapa bilməz. Təsəvvür kafirlər hey axtarırlar, tapa bilmirlər. O gətirirlər nə, bilməyənləri anlatmaq üçün bəzi məsələləri, hansı ki orada heç bir problem yoxdur. O da bilməyənləri anlatmaq. Həm də dinimiz də burada çəkilir ki, dinimiz kamildir. Həmçinin qardaşlar, necə dedik, dinimiz ancaq xeyri əmridir. Və şəri isə qadağandır. Fikir olsan, dinimizin əmrlərinə hamısı xeyirdir. Yəni, İslamın əmrləri hamısı xeyirdir. Bir də zərər yoxdur, bir də şər yoxdur. Və şər varsa inkar edir. Bu da yəni İslamın gözəlliklərindəndir. Həmçinin dinimiz, qardaşlar, həmçinin bu xüsusiyyətlərindən də biridir ki, dinimiz, bu qanunlar ki, dinimizdə var, Allahdandır. Yəni, insanlar ağıllarından yox. İnsan ağlından deyil. Bu da fərqlərindən biridir. İnsan ağıllar necədir? Görsən, qanun deyir, kimsə qanunu çıxardır öz salahiyyətinə görə və ya öz şirkətinin salahiyyətinə görə. Aydındır və ya öz biznesinin salahiyyətinə görə. Amma bu, Rabbani qanun isə başqadır. Ona görə Rabbani qanunlar xeyirdir. Və nəcat ancaq bundadır. Amma başqa qanunlar fikir verirsiniz, hansında boşluq, hansında hansısa bir ölkənin qanunu öz salahiyyətlərinə görə, öz xoşuna gəldiğində kimsə, hansı qanun xoşuna gəlmir, deyir, yox, bunu ləğv elə, məncə belə olsun, daha yaxşıdır. Və ya bu şirkəti, hətta biznesi geçsin deyə, deyir ki, qanunlar belə eləyin və s. Görürsən, yəni bu cəmiyyət üçün deyil, əslində. Görürsən, həmişə cəmiyyətdə o qanunlardan insanlar şikayətlənir. Çünki onlar üçün deyil. Baxmayaq, onlar üçün, görək ki, onlar üçündür. Amma Rabbani qanunlar belə deyil, qardaşlar. Bu da İslamın gözəlliklərindəndir, xüsusiyyətlərindən. Hansı ki, başqa dinlərdə, başqa qanunlarda belə şey yoxdur. Həmçinin dinimiz, qardaşlar, şamildir. Bütün insan, hər bir həyatın, hər bir sahəsini şamildir. Elə bir yer yoxdur ki, dinimiz sussun onda. Təsəvvür et, dinimiz 14 dəsi bundan qabaq diş təmizləməkdən danışır. Buna vaxt ayırır. Onsa həyat qıssadır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bilirsiniz ki, 40 yaşında Peyğəmbərlik ona verildi və ondan sonra dini təbliğ etməyə əmr olundu. O 13 ildə Məkkədə əsas əqidə söhbətləri idi və 10 il sadəcə, 10 il az müddətdə Mədinədə idi. Əsas çox əhkamlar onda gəldi Mədinədə. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem bu az müddətə, yəni hər dəqiqəsi qızıldır. Peyğəmbər sallallahu aleyhi ve sellem diş təmizləməkdən danışır. Nə qədər hədis var? Diş təmizləməkdən. Hələ mən yeməyin ədəblərindən, daha başlanmaqdan, nə yemək, necə yemək, kiminə yemək, necə başlamaq, necə qutarsın vaxt ayrı. Bu göstərir ki, dinimiz bir dənə namaz qılmaq deyil. Bütün insan həyat tərzidir. Və ona görə həyatın hər bir sahəsini toxunub deyil. Həmçinin, qardaşlar, dinimiz həmçinin hər şeyin nəzərə alır. Bu da İslamın gözəlliklərindəndir. Qanunlar hamısı üçün bir deyil. Allah subhanətlə əmr edib namazı, məsələn, 4 rükət. Amma səfərdə səni nəzərə alır. Misafirə fərqlənib. Deyib, 2-yə qısalda bilərsən 4 rükətləri. Xəstəsən, ayaq üstə qalmırsan, şəriət nəzərə alıb, deyib, oturan yerdə qıl. Oturan yerdə də qıla bilmirsən, daha o dərəcədə şəriət nəzərə alıb, deyib, uzanan yerdə qıl. Şərəsən, əhkamlar nəzərə alınıb, insanlar, cəmiyyət nəzərə alınıb, vəziyyət nəzərə alınıb. Şərəsən, dinimiz hər şey nəzərə alıb. Elə deyil ki, gəlsin, qutardır, belə eləmərsən. Kim belədir, yalandır. Dinimiz hər şey nəzərə alıb. Hətta haram da icazə verib eləmək. Zərurətdə, lakin ölüm məqamında hətta donuza icazə verib. Lakin, kabab zat pişirmək üçün yox, hər gün, sadəcə əgər ölürsənsə yi, bir miqdar ölməyəsən, hətta halal tapanasan. Yəni, icazə verib. Baxmayaraq, dil haramdır. Lakin nəzərə alır, fikir versən, dinimizin kamilindən, gözəlliklərindən. Həmçin, qardaşlar, dinimiz, ümumiyyətlə bu qanunlar, nə üçün dinimizin qanunları? İnsanı kamilliyə aparmaq üçün.
İnsanı təmizləmək üçün, daxilən, zahirən, cəmiyyəti təmizləmək üçün, daxilən, zahirəndir. Başqa heç yox. Və həmçinin, qardaşlar, İslam dini ən orta dindir. Ən adil, ən insaflı və ən orta dindir, orta mövqedə tutur. Başqa dinlərə baxanda xüsusən. Yahudilərdə çox qəribəli, əcaib məsələlər var. Xristiyanlarda əcaib məsələlər var. Lakin dünya İslamdan naşır. Əcabliyi İslamda göstərirlər ki. Amma İslam dini ən adil, ən insaflı və ən orta yoldur. Nə şişirtmə var, nə də alçatma. Fikir və peyğəmbərlərə imanda. Görürsən, Yahudilər İsa barədə nə deyir? Amma görməzsən ki, xristiyanlar Yahudiləri pisdir, açıq aydın. Açıq aydın. Açıq olan peyğəmbərlərinə deyir ki, vələdə zinadır. Məryəm gör ki, lənəhumullah, söz deyirlər Məryəmdən, gör ki, Məryəm gezib. İsa da olub. Lakin görürsən, susurlar. Amma İslam vururlar. Amma İslam nə deyir? İslam İsa aleyhissalam üçün, necə İsa aleyhissalam üçün? Hətta anası üçün deyir ki, Məryəm təmizdir. Fikirləsən. Amma adillik, hanı adillik? Və həmçinin hər bir məsələdə, həm əqidə məsələsində adildir, orta mövqedədir, həm ibadət məsələsində adildir və orta mövqedədir, həm əxlaq məsələsində, həm qanun məsələsində və s. Çünki Allah Subhanahu buyurur ki, وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا. Allah Subhanahu buyurur ki, Bəqərə surəsi 143-cü ayə, biz sizi orta ümmət etdik. Yəni, orta yolda gedən. Nə var şişirtmə, nə də alçatma. Ən düzgün qiymət verilmə. Və bu da İslamın gözəlliyindəndir, qardaşlar. Və İslam budur. Hələn biz bəzi məsələlərini toxulduq İslamın gözəlliklərindən, hansı ki, çox hətta özlərini müsəlman deyənlər qafillər, hətta bunlardan bir xəbərdir və sadəcə o xəbərlərdə, qəzetlərdə və s. göstərirlər və əqidələr bağlıdır televizora, internetə. O adamlar ki, əqidə ancaq internetdən, televizora göstərirlər qəzetlərdən. Onlar qafillər uyublar. Gör ki, İslam pisdir, gör ki, İslam qaranlıq həyatdır, gör ki, İslam savadsızlıqdır, gör ki, İslam adil deyil, insaf yoxdur orada və s. Bunlar hamısı böhtan və yalandır. Və budur, bəzi İslamın gözəlliklərindən sizə xəbər verdik və hələm çoxsundan demədik. Allah Subhanahu bizə eşit faydalardan etsin. Allah Subhanahu bizi dində sabit etsin. Allah Subhanahu xalqımıza hidayət versin. Allah Subhanahu ölkəmizə üçün müsəlman ölkələrini xətadan, bəladan qorusun. Allah Subhanahu bizi fitnədən və əhlindən qorusun. Allah Subhanahu müsəlmanlara kömək olsun. Allah Subhanahu tezliklə məscidimizi açılmağına kömək olsun. Və kimlər ki, mani olur, ya Rab, ola elə cəzalandır ki, başqalarına da dərs olsun, bir də belə qələt eləməsinlər. Əqul həzə və əstəğfirullah li və ləkum və lisəil muslimin min kulli zəm əstəğfiru innehu huvəl-ğafurur rəhim. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə əşrafil ənbiya və mursalin seyyidina Muhammedin və alə alihi və ashabi əcmain. İbadallah, innallaha ya'muru bil adli vel ihsani və ita'i zil qurba və yenha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tadhakkarun və li zikrullah akbar vallahu ya'lamu ma tasna'un və aqimus salat.